hər bir insan yaşadığı yerdə bir dənə, iki dənə, beş dənə bitki əksə, bu ölkəmiz cənnətə dönər, doğrudan cənnətə dönər. Salam, hər vaxtınız xeyir olsun. Əziz Planet FM dinləyiciləri, hər birinizi 5 iyun tarixində Ümumdünya Ətraf Mühiti Mühafizəsi günündə salamlamağa görə çox şadam. Siz Azərbaycanın ilk elmi maarifləndirici radiosunu eşidirsiniz. Zaman maşında səyahətimizə başlayırıq bu andan etibarən və xatırladıram ki, siz bizi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin informasiya dəstəyi ilə dinləyirsiniz. Belə bir gündə ətraf mühit, təbiətin qayğısına qalmalı olduğumuzu bir daha xatırlamalı olduğumuz bu gündə istədik ki, həmişə olduğu kimi bu sahənin mütəxəssisi ilə bir saat ərzində söhbət edək əziz dinləyicilərimiz və bu səbəbdən də çox maraqlı bir alimimiz bugün mənimlə həmsöhbət olacaq. Yusif Zeynalov bugün zaman maşınında qonaqdır. Biologiya üzrə fəlsəfə doktoru və dosentdir. Biz onunla əsasən bitkilər aləmindən, botanikanın müasir problemlərindən və bitkilərin müalicəvi xüsusiyyətlərindən danışacağıq. Çünki Yusif müəllim bəs bu sahələr üzrə ixtisaslaşır və ölkəmizdə də, ölkəmizin hüdudlarından kənarda da kifayət qədər tanınan mütəxəssisdir. Yusif müəllim, xoş gəlmisiniz. Çox sağ olun ki, dəvətimizi qəbul etdiniz və gəldiniz. Sağ olasınız. Yusuf müəllim, mən bilirəm ki, siz uzun illərdir ki, Azərbaycanın bitki aləmini, bitki örtüyünü tədqiq edən alimlərdənsiz. Nəbatat bağında çalışmısınız uzun illər ərzində. Yaxşı ki, Nəbatat bağı təmirdən sonra istifadəyə verildi. Çox gözəl orada, yəni o flora nümunələrinin qorunması istiqamətində işlər aparıldı və yenə də həm bilirsiniz, nəbatat bağları ümumiyyətlə şəhər mədəniyyətinin bir hissəsidir. İnsanlara özlüyündə urbanizasiyanın xüsusilə aktual olduğu bir dövrdə insanlara şəhərin mərkəzində sanki o kənd ab-havasını, təbiətlə təmasda olmaq ab-havasını hiss etdirir. Bu baxımdan ağaclar, bitkilər, ümumiyyətlə botanika aid olan nə varsa bizim həyatımızda o baxımdan çox müsbət rol oynayır. Məsələn, mən özüm öz nümunəmdən, öz təcrübəmdən misal çəkim. Həmişə iri gövdəli bir ağac görəndə mütləq ona toxunuram. Nə bilim, hər hansı bir yarpağa toxunuram, gülə toxunuram. Sanki o da canlı orqanizmdir axı. Ondan sanki bir insan onunla təmasda onu hiss edir. Daha yaxşı onun ruhunu duya bilir və bu baxımdan, yəni mən həmişə demişəm bunu, bitkiləri, təbiəti ümumiyyətlə məhz canlı formada sevirəm. Yəni torpaqda olan versiyasını sevirəm. Məsələn, mənə kimsə gül hədiyyə eləyəndə, gül təqdim eləyəndə bu heç nə mənim xoşuma gəlmir. Çünki mən təbiəti məhz canlı formada görmək istəyirəm, ölü formada yox. Siz nə deyə bilərsiniz bu ətraf mühitin mühafizəsi günündə? Sizcə ən aktual problemimiz nədir təbiəti mühafizə etmək baxımından? Dediyiniz kimi mən uzun illər Mərkəzi Nəbatat bağında işləmişəm. Orada bitkilərin xüsusən də təbiətdə onların toplanması, onların toxum vasitəsindən və qələm vasitəsindən çoxaldılması və bağın qurulmasında hər halda bir xeyli əməyim olubdu. Orada 76-cı ildən, 76-cı il aprel ayından orada işləmişəm. Təkcə onda yox, mən ondan da qabaq təbiətə ümumiyyətlə uşaqlığımla nəsə çox vurğulamışam və çox marağım olubdu. İndi deyəcəksiniz, bəlkə də belə bir haşiyədən kənara çıxır. Mənim bir nənəm olubdu, çox yaşlı bir qadın idi. Allah rəhmət eləsin, 160-dan çox yaş yaşadı. 160-dan çox? Bəli, özü də bütün o doğduğum bölgənin, bütün regionun həm həkimi idi, həm maması idi, həm hər şeydi. Doğrudan da kim xəstələnirsə onun yanına qaçırdı. İndi maraq, o bitkiyə qarşı maraq o zamanlar, mən balaca olanda göndər ki, bir qəribə də danışığı var idi. Nənə olsun, get o dağın, bax o yamacı görürsəm ki, o daşdan 1 metrə bu yana bu şəkildə bitki var, onu al gətir. Mən qaça-qaça gedib, onu alıb gətirərdim. Yəni daşdan 1 metr bu yana dəqiq yerini də bilirdi. Ona görə o vaxtdan ona bir marağım var idi. Dedim, nənə, sən bunu niyə belə, hardan bunu bilirsən? Nənə olsun deyir, mən Nuh taxta görmüşəm, bunu öyrənə gəlmişəm, bunu təbiətdən öyrənmişəm. Bunu, yəni, kimlərin üstündəsə yoxlamışam, öz üstümdə, birinci öz üstümdə yoxlamışam. Ona görə də mən indi sağlam qalmışam bu vaxta qədər. Yəni, bunları öyrənə, bu təbiəti öyrənə, təbiətdəki o bitkiləri öyrənə, oradakı hətta heyvanlara qədər də bilirdi. O qədər bunun, yəni,
Baxmayaraq yazması yox idi, oxuması yox idi. Yəni onunla bu maraq olun məndə. Ondan sonra yəni bu bağın qurulmasında və uzun zamanda mən xarici ölkələrdə də işlədim. Orada da bir botanika bağı qurdum. Nə gözəl. Qardaş ölkə Türkiyədə Tayyip Erdoğan açılışında elədi. Ondan sonra orada da təbiətinlə bağlı, onların florası ilə bağlı 2 ciltlik Qazantep çiçəkləri, ondan sonra Ağrı dağında bizim qürurumuz vaxtı ilə Azərbaycanın ən böyük dağı olan Ağrı dağında 5000 metr dəniz səviyyəsindən yüksəkdə yerləşən bu dağda oranın florasını öyrəndim. Onu da kitab şəklinə gətirdim. Nuhun çiçəkləri, nə bilim, başqa bir çox kitablar ərsəyə gətirdim. O da kimlərlə? Mən hər zaman tələbələrimə, aspirantlarıma bir şey öyrədirdim. Təbiəti sevməyi öyrədirdim. Təbiəti sevmək təkcə o bitkiyə baxmaq deyil. O bitkinin canlı olmağını. Bitki canlıdır. Bitki də insan kimi bir varlıqdır, bir canlıdır. O da yeyir, deyək. Biz ağzımızdan yeyirik, o kökündən yeyir. Yəni buna görə biz o tələbələri o qədər maraq yaradırdım onlarda. Onlar məndən əl çəkmirdi. Hətta bayram günləri əl çəkmirdi ki, hocam bu dağa gedək, ora gedək, bu bölgəyə gedək. Yəni o təbiəti sevdirirdim. Ona görə də bu gündə, bu da hal-hazırda Türkiyədə 200-ün üstündə alim var, onun da %90'ı professordur. Yetişdirdiğim tələbələrin və aspirantların çoxu. Yəni o təbiəti sevdirmək insanın özündən asılıdır. İnsan gərək onu bilə ki, o təbiəti sevə ki, o qarşısındakı tələbəsini də ona öyrədə. Bəli, Yusuf müəllim, mən elə onu sözümü ona gətirmək istirdim ki, bir var ki, məsələn, indi bizə axı texnologiyanın, elmin inkişafı çox geniş imkanlar verir də. Məsələn, elə insan var ki, hər hansı bir bitkinin, ağacın yanından çox laqeydcəsinə ötür keçir. Amma yəni mən baxmayaraq ki, humanitar sahə üzrə təhsil almışam, mən həmişə indi müasir smartfonların verdiyi imkandan axtarış sistemində mütləq o bitkinin şəklini çəkirəm və axtarıram ki, bu hansı bitkidir. Və bu yaxınlarda kəşf eləmişəm ki, sən demə, məsələn, Bakıda dəfnə yarpaqları kolları imiş. Mən uzun illərdir bilmirdim ki, o dəfnə yarpağı kollardır. İndi çiçək açıblar və çox gözəl ətirləri var. Çiçək açan vaxtıdır. Ona görə də yəni maraqlandım ki, bu hansı kollardır. Yəni onun dəfnə yarpağı olduğunu biləndə, sözün əsasında belə təəccübləndim, çox təəccübləndim ki, yəni sən demə bu dəfnə yarpağıymış. Bir var ki, məsələn, bu texnologiyanın imkanları buna yetmədiyi dövrdə hər bir çiçəyi, bitkini, gülü, ağacı, nə bilim, ən kiçik bir kol bitkisini belə alimlər araşdırırdılar, bir-bir gəzirdilər, onun təsnifatını aparırdılar. Bu illərdir belə olub və yeri gəlmişkən bu il Azərbaycan Milli Mətbuatının 150 illiyi qeyd olunacaq və heç kimə sir deyil ki, Həsən bəy Zərdabi Azərbaycan Milli Mətbuatının banisidir. Əkinçi qəzeti ilə başlamışdı. Bəli. Əkin və ziraət xəbərləri bölməsi var idi orada. Yəni əsasən kənd təsərrüfatı ilə məşğul olan insanları maraqlandıracaq və Həsən bəy Zərdabinin özü də təbiətşünas alim olduğu üçün təbiətşünaslıq belə bir yəni mətbu orqanı yaratmasına təəccüblü heç nə yox idi və Həsən bəy Zərdabinin özü də təbiəti o qədər sevirdi ki, bax, ilk mətbu orqanımızın da bu istiqamətə həsr olması əslində çox böyük addım idi. 150 il bundan əvvəl təsəvvür edin. Bəli. Ona görə də yəni sizin tələbələrinizin sizə bu sualları verməsi, onların hər şeylə maraqlanması, insan nədənsə baş çıxaran kimisə görəndə, əgər öyrənmək həvəsi varsa, mütləq öyrənmək istəyəcək. Mütləq öyrənməyə yəni tələbələriniz arasında yəqin ki, həvəssizlər də olub, laqeydlər də olub. Yox, əlbəttə. İndi məsələn bir qrupda 50 tələbə var isə 50'nin heç olmasa bir 35'i 40'ı çox sevirdi. Yəni içində elə belə qiymət alıb keçməyə çalışan da var idi. Ancaq gerçəkdən öyrənməyə çalışanların sayı çox idi. Ona görə də onlara həmişə bir şey öyrədirdim. Bax, bu canlı varlıqdır. Biz nə tər varlıqsa, ona bir zərər vurursansa, onun da vücudu ağrıyır. O da əziyyət çəkir. Onu biz əziyyət verməməliyik. İndi texnologiya dediyiniz kimi o qədər artıb, o qədər bu savaşların miqdarı, sayı artıb, dünyanın hər yerində füzə deyilir, nə deyilir, o raketləri havaya buraxırlar.
İndi bilirsiniz ki bütün canlı kənara karbon qazı buraxır. Bu karbon qazı zəhərli qazdır. Belli bir miqdardan sonra insanları öldürə bilir. Ona görə də bunu tək neytrallaşdıran canlı bitkidir. Bitki onları tərsinə üzvü maddəyə çevirir və bir hissəsini təkrar oksigenə çevirir. Fotosintez prosesi. Fotosintez prosesini tək eləyən bitkidir. Demək olar ki, üzvü maddənin 99,9%-ni eləyən, yəni üzvü maddəni sintezləyən və havaya buraxılan oksigenin də o qədərini, yəni bitki eləyir. Yəni bitkinin bizim ekoloji sistemdə olan rolu nə qədər böyük olduğunu başa düşmək çox da çətin deyil. Doğrudan da bitki aləmi çox maraqlıdır. İndi fərqli yerdə fərqli bitkilər çıxır, bitir. İndi bəzi, xüsusən də qadınlar çiçək açan bitkiləri, çiçəkli bitkiləri, çiçəkləri çox sevirlər. İndi onu sevmək hər kəs sevir. Ancaq o bitkini qorumaq lazımdır. O bitkiləri qorumaq lazımdır ki, o bitki bizim insanların həyatının yaşamasını saxlayan o bitkilərdir. Bizim həm qidamızı təşkil eləyir, həm havamızı təşkil eləyir. Bunların hamısını əmələ gətirən bitkidir. Yəni bitkini sevməmək özünü, insanlığı, insanları sevməmək deməkdir. Bitki elə bir şeydir ki, onu qorumaq hər kəsin borcudur. İndi texnologiyanın o qədər artması dediyim kimi havada kirlənmə, suda da, havada da. Bəli, karbon emissiyaları son dövründən və eyni zamanda sulara zəhərli maddələr çox buraxılır. Həmin zəhərli maddələr su ilə axır, bitkilər tərəfindən alınır. O da insanlarda fərqli xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Və bəzən də bir çox insanlar özü öz təbiətinə zərər vuran insanların çoxunu insanlar eləyir. İnsanlar öz həyatınla oynayır. Yəni o təbiətdə müharibələr gedir, dediyim kimi o məsələn maşınların sayı indi maşallah o qədər artıb ki, təkcə Bakımızda milyon nə qədər maşın var. Bunların hər biri karbon qazı buraxır işləyən zaman. Ona görə də indi son vaxtlar dünyanın hər yerində çalışırlar ki, elektriklə işləyən yəni maşınlar istehsal eləsinlər ki, insanlarda yəni havaya o karbon qazı, o zəhərli qazlar buraxılmasın. İndi bu yavaş-yavaş irəlidə texnologiya inkişaf elədikcə bu artacaq. İnşallah mən belə gəlir ki, irəlidə bu maşınlar bu benzindən qurtaracaqdır. Hətta Yusuf müəllim, təəssüf ki, tam elektriklə işləyən avtomobillər də, ya hibrid avtomobillər də vəziyyətdən çıxış yolu deyil. Çünki onlar da litium əsaslı batareyalarla çalışır və bunu siz də çox gözəl bilirsiniz. Kimyaçılar da təsdiqləyir ki, litium əsaslı batareyaların təbiətdə yəni utilizasiya prosesi çox mürəkkəb prosesdir. Onlar təbiətə həddindən artıq ziyan vurur. Üstəlik, yəni avtomobil ümumiyyətlə sənayesi təkcə karbon qazı deyil axı, təkcə yanacaq israfı deyil axı. Üstəlik avtomobillərin şinlərindən görün nə qədər zərərli maddə, aşınma nəticəsində nə qədər zərərli maddə atılır hər il atmosferə, yolların kənarına. Siz iri şəhərdə magistral yolların kənarına baxsaz, orada səklərin üzərinin qara rəngli tozla örtüldüyünü görəcəksiniz. Və heç kimə də sir deyil ki, şəhər mühitində havanı ağaclar qədər, yaşıllıq qədər təmizləyən ikinci heç bir şey yoxdur. Bəli, doğru. Bunu hətta məsələn Yaponiyada, Koreya Respublikasında belə deyirlər. Onlar bir müddət yoldakı tozu, torpağı məhsul avtomobillərdən yaranan o tullantıları neytrallaşdırmaq üçün yolun kənarlarına çox iri ventilyasiya qurğuları quraşdırmışdılar. Amma sonra gördülər ki, həmin ventilyasiya qurğularını havanı götürüb başqa bir istiqamətə vururlar və bu da yəni belə deyim də yaxşı etmək əvəzinə daha da 2 qat öz işlərini pisləşdirirlər və buna görə də başladılar iri həcmli ağaclar əkməyə. Yaponiya ümumiyyətlə tektonik zona olduğu üçün orada ağac əkmək böyük problemdir və onların endemik bitkisi o sakura ağaclarıdır. Onların da yarpağı yoxdur, tərdə orasındadır. Yarpaqları var onların. Çiçəklənmə dövründən sonra yarpaqları meydana gəlir. Çiçəklənmədən sonra yarpaq əmələ gəlir. Orada sakuranın bir özəlliyi var ki, meyvə vermir. Bəli. Ancaq gözəllik, yəni gözəllik. Gözəl fotolar çəkdirmək üçündür. Yəni bağda əhmişlik, bağda da varımız idi sakuranın. Hər ildə Yapon səfirliyindən gəlib olan o bayramlar olur. Bayramda onu mütləqa ziyarət edirlər. Bəli, sakura gününü xüsusi qeyd edir. Sakura günü deyirlər. Burada bizdə Nəbatat bağında yoxsa Türkiyədə? Burada Nəbatat bağında. Nə gözəl. Onun yəni biraz da bir neçə çeşidi deyək də, sort biraz rusçadır, çeşidi də var.
Yani doğrudan da bu bitki çok maraqlı bitkidir. Elə bil ki, o eyni zamanda çiçək açır. Onların o bayramı günü elə bil o çiçək açmalıymış. O bəzən də zarafat edirdim ki, bu ne oldu elə siz bu bitkini kodlaşdırıbsınız, həmin günü çiçək açmalıdır. Doğrudan da təbiət çox maraqlı şeydir. İndi təbiətdə təkcə bitkilər olmazsa heç bir canlı yaşamını sürdürə bilməz. İndi burada bitkilər deyəndə təkcə adı, yəni ağaçları, kolları, otları nəzərdə tutmuruq. Burada başqa bitkilər də var. Mamırlar var, şibələr var, yosunlar var, göbələklər var. Göbələklər indi başqa qrupa daxil edirlər. Göbələk də bitkidir. Nə olur olsun, hara aparsalar yenə bitkidir. Çünki onun da içərisində yəni üzüm maddə sintez eləyənlər də var, ürəklər də var, eləməyənlər də çoxdur. Parazitlik eləyənlər də var, hər cürəsi var. O gün mikologiya üzrə alim qonağım idi və o dedi ki, göbələklər daha çox heyvanlar aləminə yaxındır bu baxımdan. Amma yəni bitkilərə əvvəl təsnif edirdilər, amma daha çox heyvanlar aləminə yaxındır və dedi ki, məhz qidalanmaq üsullarına görə. Qidalanmaq üsullarına görə bitkiyə. Bəli, bitkiyə yaxındır, amma digər xüsusiyyətlərinə görə daha çox heyvandılar, nəinki bitki. Üzüm maddələri onlar sintez eləyə bilmirlər çox. Ona görə də indi az çox nəsə var. Üzümü madde sentez elədiyi üçün mən onu bitkilərə daxil edirəm. İndi o elə eləyir, lap yaxşı. Onun öz düşüncəsidir. O da haqlıdır. Yəni o bəzi xüsusiyyətlərinə görə. İndi belə bir şey var ki, biz təbiəti qorumaq insanların borcudur. Bəli. Əgər insanlar təbiəti qoruya bilmirsə, öz həyatının sonuna gətirir deməkdir. Ona görə də birinci növbədə Azərbaycanın təbiətini qorumaq təkcə alimlərin yox, bütün vətəndaşların borcudur. Özə qaçınılmaz borcudur ki, bitkilər qorunmalıdır. Bitkiləri təkcə qorumaq yox, onu nətər qorumaq. Elə bunu dəyməyək, toxunmayaq, bu belə deyil. Bitkiləri yetişdirmək. Mən 1966-cı ildə Bakı şəhərinə gələndə, Bakıda yenə səndə göz görmürdü, adamın gözü tutulurdu. O vaxtdan biz tələbə olan vaxtı bizi indiki 20 yanvar metrosunun yanında, onda metro yox idi. O metronun yanında orada ağac əkdirməyə aparırdılar. Təkcə orada yox, şəhərin fərqli yerlərində bizi aparırdılar. Tələbə, həm də bioloji fakültənin tələbələri olduğu üçün bizi daha çox aparırdılar ki, həm bunun yaxşı bir tərəf vardı, həm əkirdik, təbiətə xeyir verirdik, eyni zamanda öyrənirdik. Təcrübə qazanırdıq. Təcrübə qazanırdıq. O bitkini nətər öyrənmək, indi çox adam onu çox uşaq bilmirdi, tələbə idik. İndi hamısının ən balacasının 76-80 yaşı var. İndi onların o vaxtı onu çoxu heç əkməyi bilmirdi. İndi o bacaran müəllimlər, onu bilən bizim praktiyə aparan müəllimlər və yaxud da o bizi o işi ilə məşğul elətdirən müəllimlər həmişə aparırdı, öyrədirdi. Bu belə əkilməlidir. Əkilmək də işi bitirmir. Əkiləndən sonra onun qulluq olmalıdır. Ona suyu verilməlidir. Abşeron indi maşallah baxanda yaşıllıqlar yaşıl bir şəhərə oxşuyur. O vaxtı şəhərdə yaşıl bir şey görmək çox az idi. Ya əncir idi, ya tutuydu. Başqa şeylər... Abşeronun endemik bitkilərdir. Yarım səhra çöl iqlimidir. Çöl iqlimidir də. Abşeron quru subtropik bölgədir. Burada yağış ən az düşən yerdir. Hətta bunu yarım səhra da deyirdik vaxtı ilə. Çünki burada su, yağış çox az düşür. İndi son vaxtlar elə biraz yağışın miqdarı mı artıb, nədir? Həm də bu Bakının ekosisteminin dəyişməsə səbəb oldu. Hava təmizləndi. Zaten qazın iyisindən, neftin iyisindən adamın içi dağılırdı. O haşiyə çıxıb bir kənara bir şey deyəcəm. Qaraşəhər deyildi, indi Ağşəhər oldu. Qaraşəhərdən bir adam öz xanımını götürüb gedibdi Şimali Qafqazda. Gedib ora çatanda baxıb ki xanımı çox pis vəziyyətdədir. Bu da hansı həkim aparırlar deyib, bu ölür, pis vəziyyətdədir. Bir dənə doktora alıb götürəndə bu soruşur ki, siz hardan gəlibsiniz deyib, Bakıdan. Bakının arasından, Qaraşəhərdən deyib, həmin yeri götürün ora. Bunun bədəni oraya alışıb, o yiyə, qoxuya alışıb. Bu ora qayıtmasa bu ölə bilər. O təmiz hava buna yaramadı.
Get onu yavaş-yavaş çıxardarlar. Birdən-birə təmiz havaya Laf çıxartmazlar. Mozaran satirik jurnalının bir buraxılışı var idi, o zavodların qoxusu ilə nəfəs Bəli, alırdı bəli, oradakı həmin o aktyor. vəzi Sizinlə ətraf mühit problemlərinə bir daha diqqət cəlb etmək qərarına gəldi. Bunu mütəmadi edirik. Sosial şəbəkə hesablarımızda yer gəlmişkən Planet FM-i bütün sosial media hesablarından izləyə bilərsiniz. Orada mütəmadi maraqlı videolar paylaşırıq. Və ətraf mühitin qayğısına qal deyəndə hamı yəqin ki öz ən yaxın arealından başlamalıdır. Ətrafındakı bitkilərin ilk növbədə qeydinə qalmalıdır. Bu səbəbdən də bugün bir biologiya üzrə fəlsəfə doktoru doçent Yusif Zeynalovla bu barədə danışmaq qərarına gəldik. Yusif müəllim, mən müşahidə edirəm, öz müşahidəmi deyirəm. Şəhərdəki yaşıllıqları, xüsusilə magistral yolların kənarında olanları və belə deyim də, yəni xiyabanlarda, parklarda salınan ağacları hər səhər şlanqla belə güclü olmasa da hər halda su təzyiqlə vurulan su ilə suluyurlar. Başa düşürəm ki, bunu ona görə edirlər ki, üzərinə toz yığılır. Şəhər mühitində, xüsusilə Bakıda küləklər şəhəri olduğunu nəzərə alsaq və son 3 gün ərzində şəhərimizdə güclü külək əsirdi, şimal küləyi. Bax, o bütün toz, torpaq, havanın da quraq keçməsindən sonra külək olsa vəssalam, Bakının o bayaq dediyiniz toz torpaq problemi olur. Başa düşürəm ki, bunu ona görə edirlər ki, ağaclar boz görünməsin, daha göz oxşayan yaşıl rəngdə görünsün, amma estetik tərəfini bir kənara atsaq bu məsələnin, ağacı yuxarıdan, bax bu cür su şırnağı ilə suvarmaq doğrudurmu? Təmizləmək doğrudurmu? İndi onu doğru söylüyorsunuz. Son zamanlar doğrudan da Bakımızda, hətta bəzən rayonlarda da mən çox gedirəm. Görürüm ağacı çalışırlar ki, yuxarıdan su ilə, şırnaqla, yəni güclü də olmasa yuxarıdan təmizləməyə çalışırlar. Doğrudur, təmizləyəndə görüntü yaxşı alınır, gözəl olur. Ancaq bunun sonraki fəsadlar da ortaya çıxır. Çünki davamlı bitkinin gövdəsində bilirsiniz ki, biraz yaşlı ağaclarda xüsusən də qabıq genişləndikcə, gövdə genişləndikcə qabıq partlayır, çatlayır. O qabıqların arasında nəm qaldığı üçün orada yəni göbələk xəstə, xüsusən göbələk xəstəlikləri ortaya çıxır və sürətlə yayılıb ağacı qurudur. Eyni zamanda həmin yerlərdən bəzən qabıq yeyicilər deyilən şeylər də orada barınıb qabığın içərisinə yumurtalarını rahat qoya bilirlər. Nəmlik orada çox olduğundan dolayı. Belə şeylərə görə bu ağacı yuxarıdan aşağı sulamaq yanlış hesab edirəm mən. Ancaq bəzi kiçik kolları eləmək olar, o da gərək o xəstəlik əmələ gələn kimi o dərmanına. Ancaq böyük ağaclarda bu çox normal alınmır, çünki mütləqa xəstəlik əmələ gəlir. Ona görə də onları gövdədən şırnaqlı su ilə ona vurmaq o qədər də doğru bir şey deyil. Çalışmaq lazım ki, normal şəkildə kökdən bitki su alsın. İndi bəzi bitkilər var dediyim kimi, onlarda yarpaqdan da su içə bilir. O xüsusən də təkcə subtropik bölgəyi, quru subtropik ölkələrdə də bu bitkilər var. Hətta gecənin nəmindən gündüz istilik çox yüksək olur. Gecə gündüz yüksək olub, gecələr temperatur çox aşağı düşür. Aşağı düşəndə havadakı su buxarı nəm şəklində bitkinin üstə düşür. Bitkinin yarpağın üstə düşür. Yarpaqdan ala bilir. İndi burada bir şey var. Orada xəstəlik çox əmələ gəlmir. Niyə görə? Çünki orada güneş çıxan kimi o quruyur gedir, o gövdə də quruyur. O suyu gecə alır. Bitki yarpağıyla alır. Ancaq tez quruyur gedir. Ancaq ərazilərdə götürüb bitkini elə sulayanda o dediyim kimi qabıqların, kölə qabıqların xüsusən də aralarına toplanan o su nəmi orada göbələklərin əmələ gəlməsini, çoxalmasını saxlayır və bitki xəstələnir. Ona da bu suvarma yanlışdır. Yanlışdır.
Həm də ki, bəzən evdə hətta otaq bitkilərinə belə, əgər siz onları məsələn eyvanda saxlayırsınızsa, mütəxəssislər deyirlər ki, günün dik vaxtında ona su vermə. Çünki həm torpaq yandırır bitkini çox qızdığı üçün, həm də ki, yarpaqların üzərində olan su günəş şüalarda çür, linza effekti yaranır, yarpağı da yandıracaq. Yəni bu məsələ də var xüsusilə. Ona görə bilmirəm indi bunu estetik görünüşə görə edirlər, amma heç də doğru addım deyil. Bir şey deyim. Bitkinin su alma məsələsi var. Və bir də fotosintez eləməsi var. Fotosintez məsələsi günüzlər, işıqda gerçəkləşir. Suyu, mineralları ən çox bitki gecə alır. Gecə daha çox ondan istifadə edir və onu depolayır. Gündüzdə işıqda o bitkiləri fotosintez hadisəsini gerçəkləşdirərək həm üzüm maddə hazırlayır, həm də havaya oksigen, karbon qazını alaraq oksijeni buraxır. Ona görə də onlar yandırır yarpağı. Əgər yarpağa su dəyirsə, günəş şüaları çıxan kimi yarpaq üstündəki su buxarlanana qədər yarpağın o xlorofil danələrinə zərər vurur. Zərər vurur. O günüzdə suvarmağın mənfi tərəfi odur ki, günüz suvarılan zaman torpaqda olan suyu rahat alır. Bu doğrudur. Ancaq o vaxtı torpaqdakı suyu almaqla fotosentez olayı bir-birindən birazcana yəni normal şəkildə alına bilmir. Yəni təzad yaranır da. Təzad yaranır. Ona görə də bitkini həm də istər-istəməz buxarlanma gedir torpaqda da. O buxarlanma gedəndə buxarlanma da yenə bitkinin yarpaqlarının altına, üstünə buxar yayılır. O yayılan zaman yenə xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Ən yaxşı olur ki, gecə axşamlar suvarılsın. Axşamlar suvarılanda buxarlanmada olmur və bitki rahat suyunu alır. Sabah dolanda yavaş-yavaş buxarlanma olanda o buxarlanma da su ilə quruyur gedir. Ona görə də yəni bitkiyə zərər vurmur. Suvarılma əslində ən gerçəyi axşamlar suvarılmalıdır. Sabah hava necə olacaq? Bu sual çoxunuzu maraqlandırır bilirəm və bu səbəbdən də istərəm indi sizi bu barədə məlumatlandırım əziz dinləyicilərimiz. Daha sonra söhbətimizi davam etdirəcəyik. Hava haqqında məlumatı Deluxe Residence Elmlər layihəsinin sponsorluğu ilə dinləyirsiniz. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Bakıda gecə 18-21, gündüz 25-28 dərəcə isti olacaq. Hava haqqında məlumatı Deluxe Residence Elmlər layihəsinin sponsorluğu ilə dinlədiniz. Sponsor məlumatı. Şəhərin mərkəzində yenilikçi memarlıqla inşa edilən Deluxe Residence Elmlər kompleksi mənzillər bitmədən 30 aylıq daxili kreditlə əldə etməyə tələsin. Telefon 050 259 62 62 www.deluxeresidence.az. Zaman maşınında yola davam. Əziz dinləyicilərimiz, Planet FM-də Zaman maşınında həmsöhbətim Yusif Zeynalovdur, biologiya üzrə fəlsəfə doktoru və dosentdir. Biz onunla ətraf mühitin mühafizəsi günündə bitkilər aləmindən danışırıq. Bizi əhatə edən ağaclar, kollar, digər, yəni kiçik belə deyim də olsalar da əslində həyatımızda mühüm rol oynayan canlılardan danışırıq və bayaq bir məsələyə toxunduq sizinlə Yusuf müəllim. Bu Yaponiyanın sakura ağacı ənənəsinə. Yaponiyada yaşı min illərlə ölçülən bir sakura ağacı var, onların simvolu sayılır və Yaponlar bu ağacın göndərirlər, onların diplomatiyasının bir hissəsidir. Onun budaqlarını, bilmirəm necəsə onu artırmaq üçün istifadə olunan hissələrini göndərirlər digər ölkələrə və beləliklə həmin sakura ağacının törəmələri Vatikandan tutmuş dünyanın istənilən ölkəsinə, hansı ölkələrlə ki, Yaponiyanın diplomatik əlaqələri var, o ölkələrdə yetişir və hətta kosmosa belə göndəriblər onu. Maraqlıdır. Azərbaycanda bu ənənəni məsələn əsasını qoymaq olarmı və varmı belə bir ənənə? Olubmu və
bəlkə elə bir yəni bizim xəbərimiz olmayan məsələlər var ki, hətta alimlərin öz arasında belə, məsələn, bir ölkənin Azərbaycanın endemik tutaq ki, nə bilim, palıd ağacı olsun, eldar şamı olsun, çınar ağacları olsun, Azərbaycanın simvolu. Onu başqa bir ölkəyə hədiyyə etmək kimi, alimlərə hədiyyə etmək kimi, diplomatik bir hədiyyə kimi təqdim etmək kimi bir ənənə varmı və yoxdursa, əgər belə bir ənənə yaranarsa, hansı ağacı təklif edərdiniz, hansı bitkini təklif edərdiniz? İndi Azərbaycanda əvvəlcə biraz geniş bir şey deyim ki, Azərbaycanda Qafqazın ən çox bitki növünün yerləşdiyi 5000-dən çox bitki növü var. Bütün Qafqazda 6000'dir, onun 5000'in növü Azərbaycandadır. Yəni Qafqaz ölkələri içərisində ən çox bitki növ tərkibinə görə, sayına görə ən çox Azərbaycandadır. Azərbaycanda nadir nəsli kəsilməkdə olan bitkilər söhbəti var. Bilirsiniz ki, son illər xüsusən də dünya ekoloji tarazlığı qorumaq üçün bitkilərin qorunması, nadir nəsil kəsilməkdə olan bitkilərin qorunması, onların təbiətdə qorunaraq saxlanılması məsələsinə çox ciddi fikir verirlər. Azərbaycanda da yəni belə xüsusən də 3-cü devir relikt bitkilərdən bir çox bitkilər var. Bunlardan məsələn ən yaxşı bitkilərdən birisini deyim dəmir ağacıdır. Azaddır, heykəl şümşadıdır və bir çox bitkilərimiz var. Bu bitkiləri bizdə bu ənənə yox dərəcəsindədir. İndi mən o vaxtı Türkiyədə işləyəndə Azərbaycandan dəmir ağacı aparıb orada əkirdim, yetişdirirdim də, çiçək də açdırdım orada. Nə gözəl. Bu doğrudan da gələn qonaqlar çox maraqlıdır. Azərbaycanı görməyən də var, görən də var. Gəlib onu orada görəndə maraqlanırlar, soruşurlar. Bu bitki hardan gəlib, haradadır? Bu həm ölkəni tanıdırsan, milləti tanıdırsan. Belə şeylər ənənə bizim diplomatlar içərisində olarsa, onlar onu yayarsa, çox gözəl, möhtəşəm bir iş alınır. Yəni, təkcə dəmir ağacı yox, bir çox bitkilərimiz var. Bu bitkiləri, yəni o Yaponlar sakuranı gətirib Azərbaycanda əkib və yaxud da Almaniyada, Amerikada hardasa əkdiyi kimi biz də o dəmir ağacımızı və yaxud da o bir ağaçları aparıb ölkələrdə əkib ölkəmizin simvoluna çevirə bilərik. Yəni belə şeyləri eləmək bizim diplomatlarda bir ənənəyə çevrilərsə mən də çox sevinərəm çox və maraqlı millət ənənə üçün olur. də çox gözəl olar. Bu işlər olmalıdır. İndi Azərbaycan doğrudan da qəribə bir yerdir. Doğrudan da Azərbaycanda dünyanın nadir incilərindəndir. Bunu indi kim qəbul eləsə də eləməsə də bunu dünya qəbul eləyir. İndi kim eləməsə də dünya qəbul eləyir. Yəni mən biraz məcazi mənada deyirəm bunu. Doğrudan da Azərbaycan qəribə yerdir. Azərbaycanda qorunası ərazilərimiz, Allah şükür çoxlu qorxularımız var, yasaqlıqlarımız var. Burada təkcə bitkilər yox, heyvanlar da qorunur. Bitkilərin qorunması heyvanların da qorunmasıdır. Əgər bitki yoxsa heyvan da olmaz. Lap ət yeyən heyvan var, tutaq ki, vaşaq. Vaşaq ot yemir. Ancaq ot yeyən heyvanlarla Qidalanır. Qida zəncirində başda yenə hara göndərsən gəlib bitkiyə çıxır. Yəni ona görə də Azərbaycan təbiətini qorumaq hər bir insanımızın borcudur. Bu iş hələ 18-ci, 19-cu əsrdə Avropada olub və sonra da yayılıb. Ancaq bir şey də var ki, biraz bu yana gedəndə deyəcəklər, niyə belə, ya türksən deyil, türkçülüyü mü? Türklər hələ Nizami dövründən, Nizamidən sonraki dövrlərdən getdiyi yerlərdə, yaşadığı yerlərdə ən azından heyvanlarını kölgələndirmək üçün çinarlar əkiblər. Nə gözəl. Böyük gövdəli bitkilər əkiblər ki, orada yol gedəndə, o təbiətə mi, yaylağa gedəndə, uzaq məsafələr, bəzən 50-100 kilometr, 200 kilometr məsafələrə gedən olur, sürünü aparıblar. O vaxtda o yollar boyunca
elə bitkilər əkilmişlər ki, həmişə orada onun heyvanları, onların heyvanları dincəlsin. Belə bitkilərə Azərbaycanda çox rast gəlinir. Hətta Türkiyə ərazisində bunun çox rastladım. Hətta mən biraz İranın Təbrizdə, Zadda o bölgələrdə də baxdım, eyni xəttdir də, yəni orada da var. Vaxtilə o Turan nəyi dedik, o yol, Turan yolu deymişik. O yol boyunca getdiyimiz yerlərdə baxıram, çox yerdə bəzələri quruyub, ölüb, gedib, ancaq yenə izləri qalıb. Yenə o bitkilərdən. Çünki çınar bitkisi, niyə görə çınar bitkisi çox görülür? Ona görə çinarın yaşı 6000 ilə qədər yaş yaşayır. Yəni, bu ticarət hadisələri də uzaq ölkələrə, uzaq məsafələrə getdiyi üçün, o yollardan hər ildə keçdikləri üçün, orada o bitkiləri əkirdilər ki, gedəndə, gələndə onun kölgəsində dincələ bilsinlər. Bu da, yəni əkinçilik deyəndə bu peyzajçılıq deyim, əkinçilik deyim, yəni bitkilərin yetişdirilməsi ilə bağlı bir ənənə o vaxtdan yaranıb, o vaxtdan var. Yəni yaşıllaşdırma ilə bağlı. Yaşıllaşdırma məsələsi. Ona görə də yaşıllaşdırma hər bir insanımızın borcudur. Hər bir insan yaşadığı yerdə bir dənə, iki dənə, 5 dənə bitki əksə, bu ölkəmiz cənnətə dönər, doğrudan cənnətə dönər. İndi elə adam var ki, minlərlə bitki əkir. Elə adam var ki, bir dənə bitkinin dibinə bir stəkan su töhməyə əziyyət çəkir, yaxın getmir. Belə nə? Mənə nə yox. Onu tökürsənsə, kəndi həyatını qoruyursan deməkdir. Bunu insanlarımız başa düşməlidir. Bunu insanlarımız, xüsusən də gənclərimizə, kiçik yaşlı uşaqlarımıza bu ideyanı aşılamaq lazımdır ki, bizim gənclər, bizim balaca körpə uşaqlarımız, körpə nəvələrimiz, yəni belə şeylərə maraq olsun. Yəni ətrafımızı, çevrəmizi qoruya bilsinlər. Niyə görə biz indi deyirik ki, filan növlər nadir bitkidir, nəsli kəsilməkdə olan bitkidir. Bu doğrudur, iqlim dəyişikliyi ilə bağlıdır. Bu təkcə bu iqlim dəyişikliyində sürətləndirən biz insanlarıq. Biz insanlar onu sürətləndirik. O iqlim dəyişikliklərinin yəni pis tərəfə yolu aparırıq. Buna görə də onu qorumaq üçün, o bitkiləri qorumaq, bitkiləri çoxaltmaq, bitkiləri təzədən təbiətə qaytarmaq, o təbiətdə o əsrlərlə olan bitkiləri o yerinə geri qaytarmaq bizim borcumuzdur, biz insanların borcudur. Bəli. Doğrudur, orada indi biyologiya belə bir şeydir ki, xüsusən də bitkilərdə belə bir şey var ki, iqlim dəyişdikcə, yəni o iqlimə uyğunlaşa bilən bitki orada yaşayır. İqlimə uyğunlaşa bilməyən bitki yavaş-yavaş məhv olub getməlidir. Biz o iqlimi orada yaratmaq deyil. Onu bitki hansı ki, o dəyişə bilir, dəyişə, orada yaşamını sürdürə bilir. Elə bitkiləri o şəkildə eləməliyik. O ölmək olan bitkiləri elə dəyişə o təbiətdə saxlayıb, qoruyub saxlamalıyıq. Nə qədər bacarıqsa, demir ki, hamısını, %100 hamısını saxlaya bilərik. Heç olmasa müəyyən hissələrini qoruyub təbiətimizdə saxlamalıyıq. Bu bizim xüsusən də gənclərimizin bəli, borcu və məsuliyyətlə yanaşmalı olduğu məsələ. Yanaşmasıdır ki, gələcəkdə onların yəni həyatının qorunması deməkdir. Yusuf müəllim, sizin həm də tədqiqatlarınızın vacib bir hissəsi bitkilərin müalicəvi xüsusiyyətləri ilə bağlıdır. Bəli, bu haqda hətta türk dilində də kitabınız var, çünki siz uzun illər Türkiyədə də fəaliyyət göstərmisiniz. Mənə maraqlıdır, sizcə bir alim kimi gələcəyin dərmanları daha çox təbii bitkilərdən əldə olunacaq, yoxsa laboratoriyalarda hazırlanacaq? Necə düşünürsünüz? İndi əvvəlcə bir şey deyim, xüsusən 60-cı, 70-ci illərdə kimyanın inkişafı ilə bağlı olaraq ona qədər bütün bitkilərdən, dərmanlar bitkilərdən alınırdı. Çox nadir dərmanlar vardı ki, onu kimyəvi yolla alırdılar. Kimyanın yaxşı inkişafı ilə bağlı olaraq bir çox bitkilərin yəni dərmanlarını kimyəvi yolla aldılar. İndi bu da təsir eləyir, ancaq bunun zərərli tərəfləri daha çoxdur, çoxdur. Niyə görə? İndi tutaq ki, mədə üçün istifadə edirsən bir dərmanı, qaraciyəri sıradan çıxardır.
və yaxud da ağızciyərə təsir eləyir. Mütləq Və əks yaxud da göstərişləri var belə. Böbrəyə təsir eləyir. Böbrəklərdə duzun əmələ gəlməsinə səbəb olur. Ona görə də indi deyə bilərsiniz ki, bitkidən də həmin dərman alınır. Doğrumu? Bitkidən də həmin dərman alınır. Bitkidən alınan dərmanın içərisində onun həm zərərlərini zərərsizləşdirən, həm də başqa orqanların fəaliyyətini yaxşılaşdıran başqa maddələr də var. Təkcə o maddə deyil. Yəni fərqli maddələr də var. O bitkiyə alınan dərman, tutaq ki, soyuq dəymək üçün istifadə edilibsə, böbrəyə zərər vurur kimyəvi dərman. Ancaq bitkidən alınan dərman ona zərər vurmur. Məsələn, aspirin deyildən o dərmanı çox qədimdən istifadə olunur. 1960-cı ilə qədər o bitkidən alınıbdır. Özə ən çox söyüddən alınıb. İlk dəfə onu 1854-cü ildə deməli spireya deyilən süpürgə otu da deyil, kolu da deyilən bir bitkidir spireya. Bu spireyadan alınır. Sonra baxıblar ki, ən çox söyüdün kökündədir. O da söyüdün kökündən nədən müəyyənləşdiriblər ki? O suyun qırağıyla həmişə söyüd əkirlər ki, yaxşı böyüsün. O da Avropalılar baxıb ki, hər yerdə o söyüdün kökündə böyük-böyük buz parçaları var. Ancaq söyüd ölmür. Ondan sonra onu analiz edib, araşdıranda görürlər ki, bunun içində aspirin var. Ondan sonra ən çox aspirini söyüddən aldılar. Sonra kimyanın inkişafı ilə bağlı aspirin kimyəvi yolla alındı. İndi isə artıq bu aspirini başqa yolla almağa çalışırlar, bitki yolu ilə almağa, bitkilərdən almağa çalışırlar. Bitkilərdən alınan aspirin nə mədəyə zərər vurur, nə qaraciyərə zərər vurur. Dediyim kimi, olan içərisində təkcə o maddə yox, başqa maddələr var ki, o maddənin əks təsirlərini normallaşdırır. Onun zərər vurmasını əngəlləyir. Ona görə də bu dəqiqə dünyanın bütün ölkələri, inkişaf eləmiş ölkələrinin demək olar ki, dərmanlarının %90-95% bitki dərmanlarıdır. Doğrudur, biraz bahaya mal olur. Ancaq bitki dərmanları fikirləşsək, insanlara daha ucuza mal olur. Nəinki kimyəvi dərmanlar. Ona görə də bütün dünya ondan da gec də olsa, tez də olsa bitkidən alınan dərmanlara dönəcəkdir. Mütləq də dönməlidir və dönmək zorundadır. Çünki bitkidən alınan dərmanlar başqa xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Fəsadları çox az olur. Olmur demək olar ki, ancaq hər bitkini də ağla gələn şəkildə istifadə eləmək olmaz. Çünki bəzi adamlar var ki, o bitki müəyyən bir dozada orqanizmə təsir edir. Ancaq, məsələn, dəmrov otu, o zəhərli bitkidir. Ancaq az bir miqdarda antibiotik özəlliyi var. Sinir sistemini sakinləşdirici özəlliyi var. Onu normadan artıq eləyən kimi orqanizmdə zəhərlənmə ola bilər, insan öldürür. Ona görə də hər bitkinin, yəni alınan dərmanın dozası düzgün müəyyənləşdirilməlidir. Ümumiyyətlə, hər şeyə şuurlu şəkildə yanaşmaq və ağılla hərəkət etmək lazımdır. Filan kəs dedi ki, bunu dəmliyib içəndə əla olacaqdır. Ola bilər. Onun norması var. O normanı bilməlisən. Yəni mütləq mütəxəssislə məsləhətləşmək lazımdır. Mütləq məsləhətləşərək o dərmanı, o bitkilərdən alınan dərmanları ya istifadə eləmək, ya o dərmanları dəmləmək, ya o bitkiləri dəmləməyib içmək, ondan sonra elə belə yemək. Bunları bilinçli eləmək lazımdır. Bilinçli eləməsən zərər görə bilər insanlar. Yusuf, verilişimizin ənənəvi bir sual var, artıq sonuna gəlib çatdıq. Əgər zaman maşını ixtira olunsaydı, siz hansı dövrə səyahəti seçərdiniz? Keçmişə gedərdiniz, indiki zamanda qalardınız, yoxsa gələcək sizə daha maraqlıdır? Mən həmişə gələcəyə, irəliyə daha çox. Gerdə qalanlar da çox maraqlıdır. O başqa bir şeydir. Təcrübə də olar. O təcrübədir, doğrudan təcrübədir. Ancaq insan həmişə gələcəyə can atmalıdır. Gələcəyə doğru getməlidir. Gələcəyə doğru, gələcəkdə yeni neylərinsə, yeni yaxşı şeylərin ortaya çıxmasına nail olmağa çalışmalıdır. İnsan elə olmazsa, elə hər zaman köhrədə qalar.
Ona görə də həmişə irəliyə baxmaq, irəliyə getmək, gələcəyə getmək. Bu ən maraqlı budur. Köhnəliklə də bir şey alınmaz, köhnə şeyləri unutmaq da olmaz, onu qoruyub saxlamaq və gələcəyi də həmişə ön planda saxlamaq lazımdır. Və gələcəyimizin gözəl olması üçün ətraf mühitin qayğısına qalmaq lazımdır. Bəli. Məsuliyyətlə bunu bir borc kimi qəbullanıb əməl etmək lazımdır Bütün bunlara. insanlarımızın borcudur bu. Əgər insanlarımız özünü sevirsə, təbiətimizi, ekolojimizi qorumalıdır. Ekologiyamızı qoruyursa, təbiətimizi, təbii sərvətlərimizi qoruyursa, onda özünü qoruyur deməkdir. Mən sizə təşəkkür edirəm Yusuf Mən müəllim. sizə Minnətdaram təşəkkür edirəm. sizə. Sağ olun, təşəkkür edirəm ki, çağırıbsınız. Gəlib sizdən bəzi şeyləri bölüşdürə bildim və çox sevindim ki, belə bir şeyləri maarifləndirmə işlərdə bunları bizim insanların bilməsi çox vacibdir və insanlarımız belə şeyləri öyrənməli, bilməli və xüsusən də gənclərimiz və orta məktəbdə birinci sinifdən tutmuş, lap bağçadan tutmuş uşaqlarımızı belə şeyləri öyrətmək lazımdır ki, irəlidə hər biri bilinçli, savadlı və gözəl şəkildə təbiətimizi qoruya bilsinlər.